Neyini? Ki ağaya hesab verir. Necə eləyir? Çox götür qoy elədilər. Kişi dedi, xanım istəyirəm bir söz deyim, amma razılığı səndən keçəcək də, çünki sən anasın. Dedi, nədir? Dedi, bəlkə oğlumuzu satar, ağaya hesab verir. Bir dənə oğullar var. Dedi, oğlumuzu satar, ağaya hesab verir. Dedi ki, mən də düşünürdüm, mən fikirləşirdim, sən icazə verməzsən. Mən də düşünürdüm. Oğlu çağırır. Ədəbdir də bu. Əlkamdır da, İslamdır da. İmam Hüseyin bunu öyrədir də bizə. Baxın, Quranda Həzrəti İsmailin qurban kəsilmə məsələsinə surəsi yadımda deyil, ayəsini oxuyardım üstü üçün. Həzrəti tərcüməsi yadımdadır. Həzrəti İbrahim yuxuda görür ki, Allah buna əmr elədi ki, oğlumu kəs. Həzrəti İsmaili çağırır, demir oğul gedək səni kesin. Deyir ki, mən belə bir yuxu görmüşəm, sən nə deyirsən? O da Həzrəti İbrahimi qoyur qırağa. Deyir, if'əl ma tu'mər. Elə sənə əmr olmalı. Yəni, Allah nə deyirsə, mən onu deyirəm. O birbaşa demir, bu da eyni nəzakətlə Allahı başında görərək cavab verir. Deyir, elə Allah nə əmr edilirsə. Bunlar da budur. Valideyndir də əsas. Bunlar razılaşdılar. Ata ilə ana. Oğlum çağırdı ki. Oğul gəldi. Buna başa saldı. Ki, bax, budur. İmam Hüseyin ağadan biraz danışdı. Dedi, bilirsən də, hər birimiz evimizdə məclis verdik. Bu il hiçbirimiz yoxdur. Satılası bir şeyimiz də yoxdur. Biz belə bir qərara gəlmişik anonla ki, səni satar, ki, o vaxt bazarda pul kimi insan satılardı da. Səni satar, ağamıza ehsan edək. Nə deyirsən? Oğlu dedi ki, çox xoş olar. Tək İmam Hüseynin məclisi dayanmaz. Mən razıyım. Könül xoşluğu ilə aparım məni. Səhər durdu, görüşdü anası ilə, xudahafizləşdi, halallaşdı. Ata aparır oğlu bazara, apardı bazara. Bir nəfər gəldi, yaxınlaşdı. Salam əleykum. Neçəyə satırsan bu qiymət? Çıxartdı qiymətini verdi, dedi, mən bu qulamı aldım. İndi ata bir tərəfə gedir ağlaya-ağlaya, oğul bir tərəfə gedir ağlaya-ağlaya. Axı, bunlar ata baladılar, ağa nökər deyirlər ki. Ata bir tərəfə gedir ağlaya-ağlaya, oğul bir tərəfə gedir. Bu alan dedi ki, sizin aranızda nə var? Belə ağlayırsınız, narahatsınız. Dedi ki, heç nə. Bu mənim qulamım idi, satdım, sən də aldın. Halal xoşun olsun, sağ salamat. Kişi ağlaya-ağlaya götürdü o pulu, gəldi evə, amma o sevinç gözyaşlarına tönmüşdü. Evə sevinə-sevinə girdi. Ki, arvad, satdım oğlumuzu. Bu ildə imama ehsan verəcəkdir. Sevinirlər. Otururlar artıq, belə deyək də, plana hazırlayırlar. Necə, nədir? Gördülər, qapı döyüldü, oğul girdi içəri. Oğul girdi içəri. Atası narahat oldu, durdu ayağa. Dedi, oğul, abrımızı apararsan birdən qaçarsan ha. Niyə gəldin? Dedi ki, atacan, o məni alan əmi məni azad elədi. Dedi ki, ay oğul, soruşaydın heç olmasa o kimdir, harada olur? Gedib bir ona təşəkkür edərdi. Deyir, ata soruşdum, amma biz gedən yerdə deyil. Oğul kim idi bu? Deyir, mənə azad eləyəndə mən dedim, sən kimsən ki, bir kisə pulu vermirsən, indi də mənə azad eləyirsən. Dedi, atan səni kimə görə satırdırsa, mən elə o yanır. İmam Hüseyin ağa gəlib alıb, sonra da aparıb qaytarıb. Görün bu məclis haradan gəlib çıxıb biz mənimizə.